Sizin yeni yasamalda belə bir 4 otaqlı eviniz olsa neçəyə satarsınız? Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində 9 mərtəbəli Leningrad layihəli binanın 9-cu mərtəbəsində ümumi sahəsi 110 kvadratı olan qanuni 4 otaqlı təmirsiz mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Videomuzu sonadək izləyin ki, sonda qiymət haqqında da məlumatınız olsun. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində, 9 mərtəbəli Leningrad layihəli binanın 9-cu mərtəbəsində. Ümumi sahəsi 110 kvadrat olan qanuni 4 otaqlı padmayaq bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin sənədi kupçadır. Qiyməti 148.000 manatdır. Real alıcı olduğu təqdirdə ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.